mən başardım bunu, dedim. Bir neçə nəfərlər də ondan istifadə edəcək və şöhrət qazanacaq. Şöhrət belə ki, bir məclisdə oturmuşsan, 5-10 nəfər oturub. Qarışdıqlı uzadlı, boynu yoğun, boynu gödək, nə bilim, bu. Sən durub bir söz deyəcəksən. Söz gözəl şeydir. İnsanı öldürən də sözdür, yaşadan da sözdür. Sən deyən kimi o birisi deyəcək, buna bax, sən bilməyəcəksən. Başqa yerdə uca sahə hörmət edəcəklər. Deyəcəklər, bu sözü bu deyir də. Məsələn, çəkinirlər insanlar. Söz gözəl şeydir. Mən də başardığım qədər, başardığım yox, bu da Allahın vergisidir, valla. Qoy deyim nətər yazmışam o şeyi. Nəsə dilxorudum, dedim çıxım dənizin kənarına. Dəniz də deyir, axı çəkilibdir, 1 metr aşağı düşüb hər gün. Mən də dənizlə bağlı adamım da. Düzdür, Bəxtiyar Vahabzadə televizorda çıxış edən, dedi, dənizi heç vaxt sevməmişəm. Mən də dağlar oğlu olmuşam, dağda böyümüşəm. Amma mən dənizi dünyalar qədər sevirəm. Çünki bütün çaylar elə gəlir dənizə tökülür. Əgər orada axtarsan, o çayların hamısının xasiyyətini taparsan. Taparsan. Orada bütün çay... Mən öz çaylarımızı görürəm orada. Başlıbeldən gələn çayı da görürəm, dənizdə. Deyirəm, sən ay ləpə vurursan, bəlkə tərtərin çayı suyusan, gəlib çıxmışsan bura. İnsan gərək böyük dünyalı olsun. Nəsə elə dedim, yox, çıxıb gedəcəm dəniz. Birdən mənim dəli kimi bir xasiyyətim var. Bax, burada tutaq ki, yedim, içdim. Heç kimə işinə demərəm, çıxıb gedərəm. Heç bilməzlər mən hara gedirəm. Amma gedərəm dənizin kənarına. Dedim, mən də dəniz düşüb. Orada getdim, baxdım, qəribə şeylər vardı. Çaylaq daşından düzüblər şeyə. Dənizin kənarı ilə düzüblər. Dəniz vurur, ləpə vurur, gəlir vurur. Çaylaq daşının bulvarda. Orada cavanlardır da. Biri yazır, sevgilim falan kəs, nə bilim, ürək şəkili çəkir, nə bilim, ad yazır, nə bilim, nə yazır, nə yazır. Birdən beynimə bir şey gəldi. Adını daşa yazdı. Beyin mayalandı o şey. Gördüm, məni buraxmır. Elə istəyirəm, yadımdan çıxardım, yadımdan çıxdı. Əvvəl yazdım ki, sevgilim, adını daşa yazdım. Gözüm yox, mən o yaşım deyil, sevgili yazdım, şeir yazdım. Çıxdım, getdim o tərəfə. Gördüm, məni buraxmır. Qəribə şeydir. O qədər gözəl hisslər yaşadım. Yaşadım. Elə o dənizin kənarında da, avtobusa gəlincə o şeiri yazdım. İndi deyilmiyor. Əvvəlcə bir şeir deyim, görüm ondan nə anlayasınız. Nə anlayasınız, yox, anlayasınız. Həm Ruscan deyərəm bunu, həm Azərbaycanda. Qoyun Azərbaycanda. Azərbaycan dilində. Deyir, müharibə başlayanda biz 4 nəfər idik. Başa düş. Müharibə başlayanda biz 4 nəfər idik. Mən, Nazlı yarım, bir də oğlanlarım. Müharibə qutardı, yenə də 4'dük. Mən, qoca qarım, bir də qoltuq ağaçlarım. Nə anladın? Oğlanlar ölüb də müharibə. Bəli. Bu böyük bir əsərdir. Bax, 4 kəlməyə sığışdırıb. Rus yazıcıdır. Deyir, vaynanı açılsa. Мы были четвером. Я, моя родная и 2 сыновья. Война кончится. Опять мы четвером. Я, моя старуха и 2 kastılya. Bax, bu şeiri dedim. Allah müharibənin çıxardanında heç insaf verir. Yox, Daşkın ömrü boyu müharibə olub. Mən Sovet dövründə yaşamışam. Yenə də müharibə idi. Afganistanla müharibə idi. Monqolistanla müharibə idi. Bütün dövrlərdə, ölkələrdə müharibə gedib. Hamısının açıq, aşkar, gizli. Müharibələr qaçılmaz. Qoy mən də deyim. Şeiri. Ay ana. Ağlım kəsəndə adını daşa yazdım. Bir çaylaq daşına. Qismətimə güvəndim, Tanrımızı çağırdım. Adım salamat qalsın. Ay ana, illər keçdi. Saçlarıma dən düşdü. Güvəndim dizlərimə, gəldim görüş yerinə. Mən nə görsəm yaxşıdır. O daş yaşa dolmuşdu. Mənim ürəyim kimi parça-parça olmuşdu.